Axşamınız xeyir olsun. Neçə vaxtdır səs vermə keçirmirdik. Bu həftə aranızdan bir nəfər ayrılacaq səs çoxluğu ilə. Və bugün səs vermənin məhz yenidən bu otaqda olmasının əsas səbəbi Şəkidə davam edən leysan yağışlardır. Səs verməmizə keçək. Yeri gəlmişkən monitor var burada. Hazırda açıqlamayacağım o monitor kimin üçündür, nə üçündür, nə nümayiş olunacaq. Səs verməni yekunlaşdıranda artıq biləcəksiniz. Fuadın səsi Rəşadadır və çox qəribə bir atmacası var. Qəribə yox, kobud çıxışı var. İstəməzdim ki, sənin belə getməyini. İstərdim ki, hörmətli gedəsən. Heyf ki, hörmətsiz gedəsən. Yolun açıq olsun. İstəməzdim belə getməyini. İstərdim hörmətli gedəsən, amma hörmətsiz gedirsən. Fuad, buyurun. Sərt çıxış. Rəşadla kitab üstünə biraz aramız dəydi. Nəyə görə? Mənim Musanın mənə hədiyyə etdiyi kitabı oxuyurdum. 263-cü səhifədəydim. 21-ci paragrafda. Yəni ki, xəyali oturdu. Biz əkin sahəmizdən danışırdıq Aşurla. Xəyali nəsə dedi, of, darıxdım, belə elə. Bu nə kitabdır, ver, oxuyum. Mən də xəyali insan kimi dedim ki, xəyali. O kitabı hələ mən oxuyuram, sən də götürürsən o. Qayıtdı mənə paxıl zat belə sözlər dedi. Mən də xəyallərini biraz kobudladım. Rəşad da qayıtdı oradan dedi ki, kitabdır da, götür ver, gündüzlər oxuyar, axşamlar sən. Yəni ki, mən gündüzlər burada işləyəcəm fəhlə kimi. Gecələr. Xanım qızımız yatıb yuxulub kitab oxuyacaq. Mən də gecələr yuxumu haram qatıb kitabımı oxuyacam. Yəni ki, mən burada necə işləyirəmsə, bizim qızlarımızı necə işləyirlərsə, yeni gələn qızlarımızı elə işləməlidirlər. Qayıtdı Rəşad mənə dedi ki, qadındır, xanımdır, başa düşməliyiz. Mən də qayıtdım Rəşada dedim ki, qadını, xanımı başa düşən oğlan birincisi mələyə başa düşməliydi. Yeni iştirakçılar işdən yayınırlar bu iştirakçılar. İşdən yayınırlar, yəni ki, düzdür. Təzədirlər, adaptasiya dövrü var. Siz də gələndə bu hallar baş verir. Mən gəldiyim ikinci günü idi. Yəni ki, uşaqlar şahiddir, mən onlarla... Onlar daha qalma-qallıdırlar, hə? Səman. Deməzdim qalma-qal, sadəcə olaraq öyrəşmək istəmirlər. Növbəti səs el şənindir. Səsin son vaxtlar dəhşət beynimə düşür ha. Gələn günlər səsin xoşuma gəlirdi. Ücə beynimə düşür. Səs xoşlamıram, getməyəm məsələ. Elşən xanım iştirakçıya səs verib və deyir ki, son vaxtlar səsin çox başıma düşür, getməyə məsləhətdir. Bu, Rəna, sizsiz. Artıq bir səsiniz var. Xüsusilə də bugün yəqin səsi başınıza düşüb. Belə deyək də, bəzən səsi xoşuma gəlir, amma çox vaxtı həddindən az sakit olmaq, yeri axtarsan ki, sakitləşəsən. Və harada otursan, Rəna gəlir orada mahnı oxuyur. Mahnısı sizi narahat edir? Mahnı oxuyuruq mahnı, amma sakitlik axtarıq Rənanın əlinə. Məsələn, bugün ad gününüz idi. Yeri gəlmişkən təbrik edirəm. Çox sağ olun. Burada çox maraqlı bir şəkil var. Şəkil parça-parça edilir. Bir vaxtlar sən mənim şəklimi cırdın və bununla qürur duyurdum. Bax, necə həsəndir. Yəni, mən də bacarıram. Və inanıram ki, bu sənin son çıxışın olar. Əlvida. Rəşad, bu sizin şəklinizdir. Bir vaxtlar mənim şəklimi cırdın. Bax, necə asandır. Mən də cırıram və inanıram ki, sənin son çıxışın olar, əlvida. Rəşad, şəklinizi heç bilməm hara qoyum. Bu Nərminin səsi idi. İki səsimiz var. Nərmin, buyurun. Əslində, belə deyək də, yəni, prinsipial insanam hər hansı bir iş sahəsində, karyera sahəsində, yəni, nəyinsə əvəzini çıxmaq, insanlarla prinsipial, yəni, mənə görə deyil. Mən Rəşadın şəklini heç oğlan otağını divara belə yaraşdırmıram. Orada bir asırmağına, necə bir qiyamətə qopardaram, şərait qurmaram. Nə bilim, bəlkə də az deyirlər Rəşadın bu şəkli cırmaqla, həqiqətən. Yəni, o insanı həyatda
baxmayaraq biz fermada qarşılaşırıq, danışıb gülsəyə, elənsək də, yəni təbəssüm dilimdədir, qəlbimdə hər zaman kinozi yerini tutur. Bugün qisas aldınız. Qisas deməzdim, bir şəkil cırmaqla Bir-bir. Deyək ki, kişi ilə bir prinsip aparma, yəni kişinin bir xanımla, yəni mənimlə prinsip aparma, bu ancaq Rəşadın acizliyi, zəifliyi oldu. Səmanın səsinə baxırıq. Yalanlarla qazdığın quyulardan doğruların da səni xilas etməyəcək. Yalanlarınla qazdığın quyudan doğruların da səni xilas etməyəcək. Rəşad, bu sizsiz. Artıq 3 səsiniz var. İştirakçılar deyəsən sözü bir araya qoyub bugün hədəf seçiblər. 3 səs sizdə, 1 səs isə Rənadadır. Buyurun Səma. Bəli, elə bir replikam var. Rəşadın özünə də demişəm, indi də deyirəm. Son vaxtlar Rəşadın yalanları həqiqətən artıq həddini aşdı. Çünki niyə görə yalan deyirəm ona? Çünki Rəşad bir zamanlar məndən oturub hər zaman dərdləşirdi. Amma son vaxtlar təzə iştirakçı gəldikdən sonra Rəşadda yenə dəyişikliklər baş verdi. Çünki bu Rəşadın alışqanlığı da öyrəşib. Mən də sadəcə olaraq mənə maraqlı gəldi. Əgər bir insan bayırda gözləyəni varsa, niyə görə təzə iştirakçılarla kadr verir? Yəni, mən də o xanımın yerində olsam, həqiqətən Rəşada az yazıb, mən daha çox yazardım. Və indi haqq qazandırır. Siz Rəşadla bağlı müsahibədə belə danışmamışdınız? Bəli, çünki deyim, Rəna gəlməmişdi. Rəna gəlib nəyi dəyişdi ki? Rəna gəlib Rəşadı dəyişdi. Hə, onların münasibətlərini. Bəli. Davam edirik. Bu barədə birazdan danışarıq. Mayanın səsi. Necə gəlmisənsə, elə də çıx get buradan. Bura sənin yerin deyil. Xanım iştirakçıyadır. Rənaya. Təbiidir bu. Bugünkü qalmaqal daha çox buna səbəb yaradıb yəqin ki. Necə gəlmisənsə, elə də get. Rəna. Buyurun Maya. Mənim idarəçiliyimdə hər bir iştirakçıya demişdim ki, yəni hörmət qarşılıqlıdır əlbəttə ki, yəni məsuliyyətlə yanaşma xahiş etmişdim işinə. Gələndən 2 işə imtina etmişdi. Bu isə qalmaqalımıza səbəb oldu. Yəni necə gəlib elə getməyini də istəyərdim. Orxanın səsi Səmayadır. Məni çox əsəblədi. Chick get. She crazy. Yeah. Sən burada mənim əsəblərimi çox oynadırsan deyir. Buyurun Orxan. Artıq Səma bir səsiniz var. Buyurun. Nə? Səmaya səs vermisiniz, buyurun. Ha, Samaya. Samaya çok problem var. Başa düştü. Bugün ne bileyim. Ben de içerim. O da kime sakit. Niye mi sakit? O kimdi? Başa düştü. Ha. Bugün yok. Her gün de çok problem var. Rəna sakitləş. Hoşlamıyorum. Ha. Ben de içerim. O da kime sakit. Niye mi sakit? Çünki səs başıma düşür. Ne? Başım ağrır, başıma düşür səs. Ha. Hə. Bilmiyorum. Rənanın elə səsinə baxaq. Sən olan yerdə sən olmamalısan. Görək Rəna kimə səs verir. Rənanın səsi Səma elə sizədir. Buyurun Rəna. Çox iddialı danışırsınız. Ona görə onu yazdım ki, Dediniz ki, hə, özümdən güclü bildim onu. Sadəcə yazdım. fikriniz tam aydın olmadı. Özümdən güclü bildim də onu. Ona Hə, görə. yəni çəkinirsiniz onun burada olmağından. Hə, hə. Maraqlıdır. Mələk. Öz əməyimizlə qurmağa çalışdığımız kiçik cənnəti sənə yalanlarla cəhənnəmə çevirməyə imkan vermərəm. Mən həmişə Mələyin replikalarını gözləyirəm. Mələyin bugün səsi Rəşadadır. Mələk qeyd edir ki, öz əməyimizlə qurduğumuz cənnəti sənə yalanlarla cəhənnəmə çevirməyə icazə vermərəm. Buyur Mələk. Belə deyək,
Rəşadın, yəni hər kəs şahiddir ki, mənə qarşı çox haqsızlıqları, çox intriqaları olub, amma buna baxmayaraq adamın üstündə Allahı var, gəldi halallıq istədi. Mən ona halallıq versəm də, amma içimdə hələ də bir kin var. Hələ o məktubdan sonra ona qarşı olan fikirlərim tamamilə dəyişdi. Yəni bu insan tək mənə deyil, çöldə də düzdür. Onun şəxsi həyatına qarışa bilmərəm. Hardasa buna səlahiyyətim çatmır. Amma ki o məktub həqiqətən mənim fikirlərimi dəyişdi. Yəni bunun yalanı 1 deyil, 5 deyil. Yəni davamı çoxdur. Hələ qızlarla oturub biz Kurelikada söhbət elədiyimiz zaman belə, yəni mən bunun açıq-aşkar şahidi oldum, bildim nə var, nə yox. Bugün də səs verməmin səbəbi onun mənə qarşı, qızlara qarşı dediyi yalanlardır. Rəşad, iştirakçılar sizi yalanlarınızla yola salmağa çalışırlar, hazırlaşırlar. Musanın səsi. Düzdür, müəyyən sözləri tutmadın, amma mən sözümü tuturam. Sən getməlisən, amma özü qoru saxla get, belə getmə. Musa da Rəşada səs verib və qeyd edir ki, düzdür, müəyyən sözləri tutmadın, amma mən sözümü tuturam. Sən getməlisən, amma özünü qoru, saxla, get, belə getmə. Buyurun Musa. Yəni açıqlamasını verim, orada nə demək istəyirəm. Son 2 gün, 2-3 gündə Rəşad əminki Rəşad deyil. Nədir? Düzdür, burada hamının dediyi mən təkrarlamayacam. Mənim üçün öz səbəblərim var. Əvvəlcə oyuna kəlmə kəsmişik ki, birbaş. Onda səbəb var nədir? Kəlmədə o oldu, məlum məsələdir. Gələn mesajlar filan Rəşad xahiş eləmişdi. Mən kəlməmi tuturam. Amma Rəşad bir dənə kəlməni tutmadı, nə xoşuma gəlmədi. Mən gəldiyim 1-ci gündə, oğlanlarla tanışlıq vaxtı bir dənə kəlmə ortada işlədilir, mənim ürəyimcə oldu. Nə olur, biz qırağa bir uza vermirik. Qardaş demirik birimizə. Ortamızdan söz keçmir. Biz danışdıq elənçinə. Mən gəldim, gördüm ki, Fuadın sözü Fuada, konkret olaraq orada mənə sonradan başa salındı söhbət deyildi. Fuad orada söz işlətdiyi vaxtı fikir ifadəyə tembol edər ki, mənim hədiyyəm idi Fuada. Özdə mənə də kimdən, əziz bir insandan, Annadan hədiyyə idi. Həmin kitab ortalıqda oynanıldı, bir. Ki, o söhbət kitabdan getmir, söhbət orada dəyərdən gedir, xatirədən gedir. İkincisi də ki, orada Fuad söz deyəndə həmin söz qabağına bir dənə sədd qoyuldu. Yəni, ona görə mənə heç xoş olmadı. Yəni, Rəşadda bəlkə də bunu mən gözləməzdim. 2 yeni iştirakçımız var hazırda fermada, Rəana və Xəyalə. Çox qəribədir ki, Xəyalə səsini Rəanaya verib və qeyd edir ki, sənin gəldiyin gündən bəyənmədiyim üçün sənin getməyini istəyirəm. Sən gəldiyin gündən bəyənmədiyim üçün sənin getməyini istəyirəm. Artıq Rəana, gəldiyiniz gündən ilk səs vermənizdir, 3 səsiniz var. Bilməm, belə bir hal baş vermişdi fermada, yeni iştirakçı bu qədər səs toplayıb. Buyurun Xəyalə. Sadəcə bəyənmirəm. İstəmirəm burada qalsın. Mən varam da, ona görə gözü götürmür. Belə də ki, mən də onu bəyənmirəm. Heç gəldiyi kimi də gedə bilər. Bəyənməsəydin səs verərdim mən. Sənə səs verərdim. Sənin adın var idi ki. Sənin də adın yox idi, amma yazdım. Mən sənə istəmərəm də səs verim, səsimi verim. Onda qalmağını istəyirsən də. Çünki məndən zəifsən, ona görə sənə özündən zəif insanlara ola bilər, öz aləmində ola bilər. Gəldiyin kimi də getməlisən. Mən səni görmək istəmirəm burada heç. Ay, görmək istəmirdinsə səs verərdin də. Aşurun səsinə baxırıq. Mən sən dedim axı, mən burada olduğum sürədə sən burada olmuyorsun. O deməkdir ki, sən gedirsən, mən qalıram. Aşurun da səsi elə oğlan iştirakçıdır, bu Rəşaddır. Aşur qeyd edir ki, mən sənə dedim axı, mən burada olduğum müddətdə sən burada olmayacaqsan. O deməkdir ki, buradan gedirsən, mən qalıram. Aşurun vəziyyəti desən yaxşı deyil. Aşur, buyurun. Necəsiz? Biraz səhhətinizdə problem var deyəsən. Rəşada səs vermişsiniz. Yəni, uzatmayacağım. Yəni, buradan ya o getməlidir, ya da mən. Mən səsimi də verdim ki, inşallah gedər. Rəşad, yaxınlaşın mənə. 1, 2, 3, 4, 5. Buyurun, bunu da Nərminə. Çəyəcəyə qalsın. Buyurun. Məndə də qalmasa daha yaxşı olar. 6 səsiniz var.
Bu deməkdir ki, firmanı siz tərk edəcəksiniz. Təbii ki, rəhbərliyin qərarından sonra firmada qalıb qalmamağınız bilinəcək. Amma sizin səsinizi açıqlamamışam. Sizin səsiniz Orxanadır. Acılıq gələndə sən o sən deyilsən. Acılıq gələndə sən o sən deyilsən. Get, yemək ye. Sizi yenə də yeməyə görə qınayır. Çox yemək yeyirsiniz deyir. Siz heç bugün yemək yeməmişsiniz. Sizə bugün yemək verilməyib. Mən yafikili. Bura yemək, mən kuşlayıram, mən çalışıram. Başa düştü. Ne oldu bucum? O geldi, o dedi ki iş. Hansı iş? Sen danış, Elvis yakışırsan, bela, iş. Elvis bir sözlə qayğıdan sonra vurma. Cərimə. Cərimə, bela. Bəli, Elvis qayğı istəyir, daha çox qayğı görmək istəyir, amma nədənsə cavabı cərimədir və ac qalmaqdır. Ac qalmaq olur. Rəşad, buyurun. İştirakçılara baxırsınız və sözünüzü deyə bilərsiniz. Bu, onlarla son görüşünüz də ola bilər və yaxud əksi. Mən bu qədər səs gözləmirdim doğrusası. Yəni, oğlan iştirakçılar, mənə yaxın olan iştirakçılardan heç gözləmirdim. Çünki ən azından qadın qız iştirakçıların arasında mənimlə olan bir münasibəti, ona görə mənə səs veriblərsə, mən sabahsı gündə onlardan hər şey gözləyə bilərəm. Çünki mən ən azından Xəyalə ilə söhbətində, Fuadla, Aşırla mübahisəmiz olubsa və ona görə bu ikisi mənə səs veribsə, mən bundan sonra yəni ki, artıq söz deyə bilmərəm. Çünki ən azından bir qıza görə bir yerdə qardaş dediyim, bir yerdə çörək kəssin, insana səs verməyə hardasa düzgün deyil. Altı səslər sizi iştirakçıları yola salırlar. Buyurun, Səma, son olaraq qısa. Bəs sən bir qıza görə qardaş dediyin insanlardan necə keçirsən? Kimə görə? Bir xanıma görə. Necə keçdi? Bir xanıma görə dalaşmamısan. Mən Xəyalənin söhbətinə görə. Biz dalaşmamışıq, mübahisə eləmişik. Ən azından Xəyaləni müdafiə edirdim. Niyə mələyi etmirdin o müdafiədən? Mələyi də vaxtında etmişəm, çox müdafiə etmişəm. Sən özün də şahid olmursan. Xeyr. Sən özün də müdafiə eləmirsən. Mən müdafiə etdiyim üçün sən mənə maska taxmısan demisən. Bəli, səs vermədə deyil. Amma mənim haqlı olduğumu sən özün bilmirsən. Xeyr, mən maska taxmamışdım. Söhbət maskadan gedmir. Amma bu dəqiqə maskanı sən taxmısan. Söhbət müzakirədən gedir, mübahisədən gedir. Bəs dediyin yalanlar necə? Mən yalanlar desəm, yəni ki, belə pis çıxması, mənim doğruları mənim özümün içindədir. Demək ki, maskaları yavaş-yavaş. Mənim kiminsə yalanlar, kiminsə doğrusuna ehtiyacım deyil. Rəşad, buradan sənə baxıram, o qədər yaxşı görsənsən ki, maskaların cırılır. Bari belə çıxart, üzə çıxsın. Maska taxmıram. Maska taxanlar başqadır. Taxırsan. Yalan olar. Hər kəs görür. Düzdür, yalan varsa o da sənsən. Aşur, buyurun. İmkan var, məktubu gözləməyindən yola salaq. Məktubu? Rəşada veto gözləmədən, yəni. Sabah gələcək məktubu nəzərdə tutursunuz. Xeyr, bu rəhbərliyin qərarı ilə baş verəcək. Amma mən belə başa düşdüm ki, sizin əlinizdə olsaydı bugün yola salarsınız yağışda. Rəşad, bu qədər sizdən nifrət edirlər. Sözünüzü bağlanan ki, inan ki, yəni ki, bu söhbətdən, bu müzakirədən sonra özüm də istəmərəm ki, məktubu doğrudan da gözləyəm. İmkan olsaydı elə indi göndərərdilər. Buyurun, əyləşin. Bilmirəm, bu gecə necə qalacaqsınız firmada. Altı səslə, Rəşad, bugün hədəfsiz oldunuz. Amma ikinci hədəf də Rəna idi. Rəna, bu deməkdir ki, növbəti həftələrdə yenə hədəfsiz seçilə bilərsiniz. Artıq Nərmin estafeti deyəsən Rənaya təqdim eləyib. Amma firmada bu günləri monitor var. Hər kəs həyəcanla nə izləniləcək deyə gözləyir. Artıq açıqlamağın vaxtıdır. Maya, həftələrdə ailənizdən narahatsınız, övladınızı görmək istəyirsiniz və bütün bunlar təbii ki, efirdə yayımlanır. Ananız sizin üçün bir video göndərib. Buyurun, iştirakçılarla bərabər izləyin. Maya, demək istəyirəm ki, qaynanəsi gillər görüşdüyünü, qaynanəsilə danışdığına çox pis oldum, çox narahat oldum. Mən istərdim ki, o ailə ilə bir də отношения saxlamasın. Ona görə ki, bu ailə ona çox pis günlər gördü, çox əziyyət çəkdi. Ona hörmət eləmədilər.
heç vaxt bir də o ailə ilə отношения saxlamasın. Ona dönə-dönə xahişim budur ki, ona çatdırasınız mənim bu xahişimi. Maya. Mən həmişə sizin verilişi izləyirəm. Biz ailəlikcə Maya'nı dəstəkləyirik. Maya çox yaxşı qızdır. Mən öz uşağımı bilirəm ki, çox bilər. Hörmətçidir, mərfətçidir. Hər yeri söz mükafatlardır. Hamıya da buradan salamımız var. Çox sağ olun. Maya, mən elə gəl bugün lap yerinə düşdü. Bu qalmaqallı gündən sonra. Siz xatırlayırsınız əgər, bir neçə həftə öncə Nərminlə bərabər, Nərmingildə olanda məzuniyyətdə qaynananızgillə ünsiyyətdə olmuşdunuz və ananız bütün bunları izləyib bu videonu göndərmək qərarına gəldi. Bilirəm, çətin anlardır sizin üçün, övladınız üçün də darıxmışsınız. Amma Maya, yaxınlaşın mənə. Ağlamayın, gəlmirəm. Maya, bütün bunları nəzərə aldıq. 3 günün məzuniyyətdə olacaqsınız. Övladınızı da görərsiniz, Rostov şəhərinə gedəcəksiniz. Bəli. Hətta Rəna da sizi alqışladı. Çox sağ olun. Yəni hisslərini ifadə eləyə bilmir. Şokdayım. Yəni inanmıram. Bir yuxu görürəm sanki. Yerinizə idarəçi kimi seçirsiniz? İdarəçi istəmirəm Səmanın əsəbi korlansın, Musanı seçirəm. Musa, bu 3 gün ərzində firmanı siz idarə edəcəksiniz. Buyurun, əyləşin. Firmanı təkcə Maya deyil, digər bir iştirakçı da tərk edəcək, bu Rəşad da deyil. Elvis, siz. Elvis təhsili ilə bağlı imtahanları var. Bu imtahanlarla bağlı siz bir neçə gün yenə firmada olmayacaqsınız. Yəni bugün yola düşəcəksiniz. Çox sağ olun. Buyurun. Mənə elə çox maraqlı bir səs vermə günü yaşadıq. Gərginlik də oldu, sevinç də, göz yaşı da. Hamısı bir arada yaşandı bu hisslər. Rəşadın getməyi ilə bağlı isə bütün qərarı biz sabah biləcəyik. Musa, sizə isə idarəçinizdə uğurlar arzulayıram artıq sabahdan. Ümid edirəm ki, iştirakçılar bu 3 gündə sizdən razı qalacaqlar. Hətta növbəti artıq bir neçə gün qalıb, sayılı günlər qalıb idarəçi seçiminə. Bəlkə bilmək olmaz şans sizə verildi. Tamaşaçılarla sağollaşıram, gecəniz xeyrə qalsın.